Mən Mehdiyev Əhməd Məhəmmədoğlu, Ağstafa rayon Muğalı kənd sakini. 1989-cu ildən Xalq Cəbhəsinin yarandığı ilk gündən Xalq Cəbhəsinin üzvü olmuşam. Hal-hazırda bu gün Xalq Cəbhəsinin üzvüyəm. Əli Kərimlinin apardığı qeyri-səmimi siyasət və bizim Ağstafa rayonunda cəbhə daxilində yaratdığı parçalanmaya qarşı olaraq Əli Kərimlinin bizim yanımızda olmasından mən tərəfdarı deyiləm. Buna görə də mən Razi Nurullayevin yanında özümlə yer tutmağı özümə borc bilmişəm və özümdən başqa bir neçə şəxsləri də bu yola dəvət etmişəm. Siyasətimizin uğurla inkişaf etməsi üçün Razi Nurullayevin yanında olanları sayının artırılmasında əlimdən gələn köməkdarlığı eləyəcəm. Əsas Əli Kərimlidən aralanmağının səbəbkarı odur ki, cəbhə daxilində apardığı siyasət, parçalanma, saldığı nifaqlar, qeyri-səmimi siyasəti bizə bu yola gəlməyimizə, Razi Nurullayevin yanında yer tutmamıza bizə şərait yaratmadı, məcbur elədi. Razi Nurullayev bizim böyük Elçi bəyimizin Məmməd Əmin Rəsulzadənin davamçısı olaraq görürük və onu həmişə dəstəkləməyə hazırıq.